Salam, vaxtınız xeyir olsun gözəl yoldaşlarım. Gəlin gedək bu dəfə mənim rəvəşimdə bəstəniyə İtaliyaya düzəldək ki, həm rejimli, həm meyveyi. Bəhdə xoşməzədir, bu hafta da ki, kamil bəstəniyə oxşuyur. Məvəd lazımi hamımızın evimizdə vardı və çox da rahatdır. 2 dənə yetişmiş xurmalı istəyirik ki, kamil şirin olsun. 2 dənə də xaldar moz istəyirik ki, təmi şirinə çalsın. Xurmalının qabığını soyun və cəçər dayvaydı həttəmən çıxadın. Narın doğrayın, mozlazı da soyun, narın doğrayın, yığın qabıza, qoyun frizerə təqribən 1 saat 2 saat qalandan sonra kamil donacaqdır, çıxadın eşi. Donandan sonra yağcəldən çıxadın və mikser ya məxluq koyun, yoğurt koyun, hər nə mənə ki evinizdə vardı ki, ondan leh eləyə bilərsiniz, tökün onun içinə. Neçə palsı vurandan sonra qabızı çörün. Əgər tökülmədi, məvaddımız amadədir. Məvaddımızın gəlzəti bu halətə yetişəndən sonra bir qaşıq zəfəran içi dəmləmişik onu. İzafələr ki, fövqəladə xoşməzə və xoş təm eləyir. Rəngində biyyətcənə narıncı tər eləyir. 2 qaşıq da xamazı izafələyin və qarışdırın. Axirdə də bir qaşıq dolu bal izafələyin ki, həm şirinliyi mütadil olsun, həm xoşməzətər və müqəvvətər olsun. Məvaddınızı frizerin qabına tökün və üstündə mənənin sözü təzyin eləyin. Mən püstəni ciləşanla təzyin elədim və qapağını qoydum. 1 saat icazə verdim, qalsın yağçılda kamil özün tutsun. Əgər Explorer'dan bizi görürsünüz, məmnunam ki, follow like eləyəsiniz. Noş canınız.